Salam, hər vaxtınız xeyir. 6-cı sinif coğrafiya dərslərinə davam edirik. Səhvə 50 və 51-ə baxacağıq bugün. Coğrafi informasiya sistemlərindən harada istifadə olunur sualına cavab tapacağıq və sonra dəyərləndirmə hissəsinə gedəcəyik. Deməli, GIS-dən müxtəlif yerlərdə istifadə olunur. Misal üçün, şəhərlərdə planlaşdırma üçün, təbiəti qorumaq üçün, kənd təsərrüfatında, fövqəladə hallarda, biznesdə və sair yerlərdə istifadə olunur. Yəni istifadə olunma yeri çoxdur, saymaqla bitməz. Gəlin bunlara nümunələr gətirək, daha aydın olsun. Dedik şəhərlərdə planlaşdırma üçün, misal üçün, şəhərlərdə yeni yol və ya məktəb tikmək istəyəndə GIS köməyə çatır. GIS-in vasitəsilə görürlər ki, harada daha çox insan yaşayır, harada məktəb yoxdur. Bununla da GIS-dən xeyli istifadə edirlər. Kənd təsərrüfatında dedik, bəs kənd təsərrüfatında necə istifadə olunur? Belə ki, fermerlər torpağın rütubətini, məhsuldarlığını və əkin sahələrini GIS xəritələrində izləyirlər. Bu onlara daha çox məhsul almağa kömək edir. Sonra dedik təbiəti qorumaq üçün, istifadə edilir GIS-dən. Necə? Belə ki, meşələr, çaylar, göllər GIS xəritələri ilə izlənilir. Misal üçün, meşə yanğınları zamanı GIS göstərir ki, harada yanğın var və hara yayılır bu yanğın və fövqəladə hallarda necə istifadə olunur? Zəlzələ və ya daşqın zamanı xilas etmə xidməti GIS xəritəsinə baxaraq təhlükəli yerləri və insanların olduğu yerləri müəyyən edir. Sonra dedik biznesdə. Bəs biznesdə necə istifadə olunur? Mağazalar GIS-dən istifadə edib harada daha çox müştəri olduğunu öyrənir və yeni filialı orada açır. Bütün bunlar göstərir ki, GIS-in istifadə olunma sahəsi genişdir. Kitabda da sifariş vermə zamanı istifadə olunmasını göstərib şəkillərlə. Yəni sifariş verərkən də istifadə edə bilirik biz GIS-dən. Bəs Google Earth nədir? Google Earth sadə GIS tətbiqidir. O peyk şəkillərini, fotoşəkilləri və 3D təsvirlərini öyrənməyə imkan verir. Bu proqramla yer səthini tədqiq etmək, yüksək dağları, geniş sahələri, düzənlikləri, buzlaqları, böyük şəhərləri və istədiyimiz digər məkanları görmək mümkündür. Təsviri böyütməklə biz yaşadığımız küçəni hətta evimizdə tapa bilərik bu proqram vasitəsilə. İndi gəlin fəaliyyət hissəsindəki tapşırıqlara keçək. Sual 1. Mətnlərə əsasən GIS haqqında 2 fikrə münasibət bildirin. A. GIS düzgün qərar qəbul etməyə kömək edir. B. GIS insanlara işlərini daha səmərəli yerinə yetirməyə kömək üçün lazımdır. Bu fikirlərlə razısınızsa cavablarınızı əsaslandırın. Deməli, GIS məkan məlumatları və xəritələrlə işləməyə ehtiyacı olan, demək olar ki, hər hansı bir sahədə faydalıdır. Misal üçün, şəhərlərin dizaynı, xəstəliklərin yayılması və ya fövqəladə hallar bayaq dedik. Yolların çəkilməsi, ondan da danışdıq. Zamanı məlumatları təhlil etmək kömək edir GIS təhlil etmək üçün. Yəni, çox köməyə çatır. 2. A və B təsvirlərinə əsasən kağız xəritələrlə GIS-də hazırlanan rəqəmsal xəritələri müqayisə edin. Hansı daha əlverişlidir? Səbəblərini izah edin. Təbii ki, GIS daha üstündür. Biz coğrafi informasiya sistemlərinə istifadə etməklə daha geniş məlumatları əldə edə bilirik. Belə ki, bu xəritələr adi kağız və ya elektron xəritələrə nisbətən bir sıra üstünlüklərə malikdir. Həmin üstünlüklərdən danışsaq, misal üçün, interaktivlik, məlumatların təhlili və vizuallaşdırılması, sonra müvəqqəti məlumatların təhlili və s. İnteraktivlik, yəni GIS xəritələri interaktiv ola bilər. Bu da istifadəçilərə məlumatları təhlil etməyə, miqyasını dəyişməyə və məlumat təbəqələrini seçməyə imkan verir.
Sonra dedik, məlumatların təhlili və vizuallaşdırılması, GIS müxtəlif formatlarda, misal üçün nöqtələr, xəttlər və sairə məlumatları vizuallaşdırmağa, həmçinin sahələrin, məsafələrin hesablanması və tematik xəritələrin yaradılması kimi mürəkkəb təhlilləri yerinə yetirməyə imkan verir. Bu, GIS xəritələrini qərar qəbul etmək üçün daha informativ və faydalı edir. Müvəqqəti məlumatların təhlili, yəni GIS zaman və məkanda dəyişiklikləri izləməyə imkan verən müvəqqəti məlumatlarla işləməyi bacarır. Bu, iqlim dəyişikliyinin monitorinqi, torpaqdan istifadədə dəyişikliklər və uzunmüddətli planlaşdırma kimi sahələrdə faydalıdır. Sonra GIS xəritələri asanlıqla yeni məlumatlarla yenilənə bilir, məlumatı cari saxlayır. Adi kağız xəritələr vəziyyətində bu daha çətin bir işdir. Keçdik üçüncü suala. Başqa ölkəyə səyahət etmək üçün nədən istifadə edərdiniz? Dünya xəritəsindən yoxsa peyk görüntülərindən? Fikrinizi əsaslandırın. Bu suala artıq siz özünüz sərbəst cavab verməlisiniz. 4-ə keçək. Google Earth proqramından nə üçün istifadə etmək olar? Nümunələr göstərin deyir. Birincidən danışsaq, Google Earth yenilənmiş peyk görüntüləri ilə küçələrə, məhəllələrə, binalara və təbii obyektlərə baxmaqla dünyanın müxtəlif yerlərini kəşf etməyə imkan verir. Səyahətlərimizi planlaşdırmağa, yəni getməyə planlaşdırdığımız yerlərə baxmaq və marşrutları və yaxınlıqdakı obyektləri müəyyən etməyə kömək edir. 3. Müxtəlif elmləri öyrənməyə kömək edir. 4. Aptek mağazaları və başqa yerləri axtarmaq üçün Google Earth-dən istifadə etmək olar və s. və s. Yəni saymaqla bitməz. 5. Google Earth proqramından istifadə etməklə yer ətrafında səyahətə çıxın, yaşadığınız ünvanı tapın. Bu da artıq sizin öhdənizə düşür. İndi keçdik dəyərləndirməyə. Oxuyaq. Xəritədə İspan dənizçisi Xristofor Kolumbun səyahət marşrutu göstərilmişdir. Baxın, bu qırmızı xəttlə təsvir olunan Xristofor Kolumbun səyahət marşrutudur. Deməli, Xristofor Kolumbun səyahətinin coğrafiya elminin inkişafında mühüm rolu var. Onun 1492-ci ildə yeni dünyanın, yəni Amerikanın kəşf edilməsində xidmətləri əvəzsizdir. Lakin Xristofor Kolumb ömrünün sonuna kimi yeni torpaqları kəşf etdiyini bilmədi. O hesab edirdi ki, gəmiləri qərbə doğru üzərək Hindistana çatmışdı. Amerikanın yeni qitə olması fikri Amerigo Vespucci'yə aiddir. O, bu torpaqlara səfər etdikdən sonra Avropalılara oranın yeni ərazilər olduğunu sübut edə bildi. İndi gəlin bu mətn üzrə suallara cavab verək. Sual 1. Xristofor Kolumb səyahət müddətində hansı yarımkürələrdə hərəkət etmişdi? Baxaq. Ekvator xəttini görürük. Ekvator xəttindən yuxarıda olduğu üçün, şimal hissədə olduğu üçün şimal yarımkürəsində və Qrinviç meridianından solda olduğu üçün deyirik qərb yarımkürəsində. Yəni Xristofor Kolumb səyahəti müddətində şimal və qərb yarımkürələrində hərəkət edib. 2. Səyyah İspaniyadan səfərə başlamışdı. İspaniyanın paytaxtının coğrafi koordinatlarını təyin edin. Bunun üçün biz kitabın arxasındakı xəritədən istifadə edə bilərik. Açaq həmin xəritəni. Baxın, kitabın axırıncı səhifəsindən istifadə edə bilərik. Burada xəritədə Avropa hissəsi daha yaxından göstərilib. Daha doğrusu İspaniyanın paytaxtından danışırdı. Madridin hansı enlikdə və uzunluqda yerləşdiyini soruşurdu. Yəni coğrafi koordinatlarını. Deməli, baxırıq, burada Madrid yerləşir 40 dərəcə şimal dairəsində. Təxminən burada yəni tam aydın deyil. Biz təxmini deyirik burada. 4 dərəcə qərb uzunluğunda yerləşir. Yəni Madridin koordinatları 40 dərəcə şimal dairəsi, 4 dərəcə qərb uzunluğudur. Davam edirik. Sual 3. Xristofor Kolumbun gəmiləri hansı istiqamətə doğru gedirdi? Təbii ki, qərb istiqamətinə doğru gedirdi. Qərbə doğru üzmüşdülər onlar. 4. Xəritənin miqyasından istifadə edərək Avropadan Şimali Amerikaya olan məsafəni hesablayın.
Baxırıq, burada xəritənin miqyası göstərib, izahlı miqyası da verib. Bizdən xəritədəki məsafəni özümüz tapırıq, xəttkeş vasitəsilə ölçürük. Bircə dəqiqə kağız götürün, mən kağızda hesablayaq. Deməli, həqiqi məsafənin düsturu necə idi? Miqyas dərsində keçmişdik bunları. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Deməli, xəritədəki məsafə təxminən 5 sm olur. Miqyas da verib burada 800 kilometr, 5 sıfır atırdıq, olur 800 kilometr. Deməli, 5-i vuracaq biz 800-ə. Da bərabərdir 40.000 kilometr. Belə hesabladıq. Davam edək. Xəritənin köməyi ilə Xristofor Kolombun səfərinə dair əlavə məlumat əldə edin. Bu xəritədə aydın düşməyib. Gəlin atlasdakı xəritədən istifadə edək. Deməli, Xristofor Kolomb Atlantik okeanı vasitəsilə üzmüşdü. Yəni Atlantik okeanının adını qeyd edə bilərik. Sonra burada adalarda olub. Deməli, hansı adalar var burada? Gəlin baxaq. Burada daha aydın göstərdiyi üçün mən bu xəritəni açdım. Deməli, Baham adalarını görürük, Kuba adasını görürük, Yamaykanı görürük, Haitini görürük. Yəni bunları qeyd edə bilərsiniz. Davam edək. Deməli, Xristofor Kolomb Hindistanın hansı hissəsində olduğunu düşünürdü. Xristofor Kolomb elə bilirdi ki, Hindistana gəlib çıxıb və fikirləşirdi ki, qərbə doğru üzməklə biz Hindistan sahillərinə gəlib çıxacaq və ona görə o Hindistanın təbii ki, şərqinə gəlib çıxdığını düşünürdü. Və ona yerin kürə formasında olmağı fikri məlum idi və buna görə də fikirləşirdi ki, qərbə doğru üzsək, gedib Hindistan sahillərinə çıxacaq təbii ki. Və fikrində də tutmuşdu ki, o Hindistanın şərq sahilindədir. Davam edək. Sonuncu suala baxaq. Amerika qitəsi Americo Vespucci adı ilə adlandırılmışdır. Sizcə bu ədalətlidirmi? Fikrinizi əsaslandırın. Artıq bu da sizin öhdənizə düşür. Sizcə bu ədalətli qərardırmı? Artıq özünüz qərar verin. Belə, bu videoluq bu qədər. Ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, kanala abunə olmağı, videoları bəyənib paylaşmağı unutmayın. Paylaşın ki, daha çox şagirdin qarşısına çıxsın və daha çox şagird bu dərslərdən faydalansın. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda, gələn dərs izahlarında görüşmək üzrə.